Son dəqiqə xəbərləri nəzərinizə çatdırıq. Belə ki, daha bir gənc dənizdə boğulub. Hadisə Sahil qəsəbəsində qeydə alınıb. 2002-ci il təvəllüdlü Elcan Mirzəoğlu Mirzəyev dənizdə çimərkən həyatını itirib. Onun meyidi sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. Faktla bağlı araşdırmalar aparılır. Quba rayonunda bədbəxt hadisə baş verib. 1982-ci il təvəllüdlü Talab Qışlaq kənd sakini Mustafa Kamaloğlu Surxayev qız olmadan su kanalına yıxılaraq boğulub ölüb. Baş vermiş ölüm faktı ilə bağlı araşdırma aparılır. Qazax rayonunda isə dəhşətli faciə baş verib. Ata və qızı göldə boğulub. Hadisə Balacəfərli kənd ərazisindəki Didvan gölündə qeydə alınıb. Rafael Xəllov və onun qızı göldə boğularaq həyatlarını itirib. Baş vermiş ölüm faktı ilə bağlı araşdırma tədbirləri davam etdirilir. Ötən gün İsmaillidə baş verən dəhşətli qəzada həyatını itirən şəxslərdən Nihat Allahveranovun fotosu yayılıb. Doğru Xəbər Azərbaycan xəbər verir ki, ötən gün baş vermiş qəzada motosikletin 23 yaşlı sürücüsü Nihatla yanaşı minik avtomobilinin 38 yaşlı sürücüsü Rızayev də həyatını itirib. Nihat Allahveranovun fotosunu təqdim edirik. Allah rəhmət eləsin.